Bir qənaətə çatmışdım ki, imam və ümmət bu iki məfhum bir-birini tamamlayandır. Biz əgər istəyiriksə imam müvəffəq olsun, mütləq tövhidi bir cəmiyyət, bir ümmət yetişməlidir. Amma sonradan tədricən bu qənaətə çatdım, xeyr, bu ortada qırılmış bir halqa var. Bu halqa Süffeyn döyüşündə məsələn Əmmardır. Əmmar olmasa imamla ümmət arasında bu bağlılıq vücuda gəlmir, yaranmır. Bu halqaları kəşf etmək lazımdır. İndi bu halqa bir nəfər ola bilər, adına deyirlər Əmmar Yasir məsələn. 2-3 nəfər olsa necə? İmamın işi rahatlanır, rahatlanmır. 2-3 nəfər olsa bunlar necə işləyərlər? Elə parakəndə formada necə gəldi? Hamısı bir yerdə, dağınıq şəkildə. Xeyr, bir iş bölgüsü olar. Bunun adı təşkilatdır. Yəni imamla ümmət arasında bir tövhidi təşkilatların olması zərurəti hiss olunur.